Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Aşıq Zülfiyə və Aşıq Telli arasında yaşanan küsüllük sona çatıb. AzXəbər.com xəbər verir ki, iki yaxın rəfiqi olan sənətçilər barışıblar. Rəngarəng verilişində qonaq olan Telli canlı yayıma zəng edən Aşıq Zülfiyənin nəvəsi olması münasibətilə təbrik edib. Nəvəni təbrik edirəm, böyük oğlan olsun. Aşıq Zülfiyə isə Zaur Nəboğlunun verilişindən sonra Telli ilə bir araya gələrək söhbət etmək təklifini qəbul edib. Xatırladaq ki, rəfiqələr arasında küsüllük Aşıq Zülfiyənin "Mən Aşıq Telli Borçalıya öz sazıma etibar etmərəm, çünki öz sazını dəfələrlə restoranda unudub gedib" sözlərinə görə yaşanmışdı. Telli Borçalı isə ona cavab olaraq "Mən nəinki sazımı, heç kibrit çöpümü belə Aşıq Zülfiyəyə etibar etmərəm. Bəzi insanlar var ki, üz-üzə gələndə susurlar, arxasıca isə danışırlar. Mən belə şeyləri əsla qəbul etmirəm və sevmirəm. Məni tanıyanlar da xasiyyətimə bələddirlər. Kimsə mənə nəsə deyəndə də elə olub ki, o insanın cavabını bütün toplumun içində verirəm və dediyi sözü özünə qaytarıram" ifadələrini işlətmişdi.